Bu videoda bir izləyicimin sualına cavab vermək istəyirəm. Soruşurdu ki, niyə narsist özgələrinə, başqalarına daha yaxşı davranır, nəinki ən yaxın insanlarına, məsələn də həyat yoldaşına, evladlarına bu nədən irəli gəlir? Burada bir neçə faktor var. Birinci faktor odur ki, ümumiyyətlə bütün narsistlər elə bilin gün ərzində özlərini mütləq ki, ya mən bir heçəm və bu hiss keçir onların içindən. Niyə keçir? Onu da deyəcəm. Və yaxud mən möhtəşəməm, mən elə hamısından üstünəm, bir çoxlarından üstünəm. Bu necə olur? Necə baş verir? Məsəl üçün narsist istəmədən o daim özünü hələ müqayisə edir bir başqaları ilə. Məsəl üçün də tutalım narsist bir kişidir, hə? Müqayisə edəcək özünü bir başqa kişi ilə görəcək ki, məndən daha cavandır, məndən daha güclüdür, imkanları məndən daha çoxdur. Yəni hər zaman bizdən daha üstün olan insanlar var. Və bunu görəndə, bunu seyr edəndə başlayır özündə bu hiss onda həmən yaranır ki, mən bir heçəm. Düzdürmü? Və yaxud kimsə hansısa bir sözü ilə elə bir adamdır ki, ona öz sözünü keçirə bilməyib. Məsələn də ondan, yəni ki də vəzifədəmi, nədəmi ondan üstündür və o onu məsələn belə bir acı söz deyib, o da ona istədiyi şəkildə cavab verə bilməyib. Düzdürmü? Nəyəsə görə tutub saxlayıb özünü. Yenə də o özünü burada mən bir heçəm kimi hiss edəcək. Yəni ki, amma əksinə, məsələn, elə bir insanla söhbət edəndə ki, məsələn, görür ki, bu ondan üstündür və yaxud kiməsə başlayacaq, məsəl üçün, göpə basmağa ki, mənim işim gücüm belədir, mən belə bir şeylərə sahibəm. Yəni ki, bir şeyləri uydurub danışacaq. Orada doğruları da danışa bilər, biraz orada üstünü belə bəzəyə də bilər, olmayan bir şeyləri də danışa bilər. İndi qarşısındakı insan indi ya başa düşəcək bu göpdə, ya da başa düşməyəcək. Amma hər nə, bu görür ki, bu insana danışır, qarşındakı da onu qulaq asır. Onda o mən möhtəşəməm, məndən bir dənədir, mən belə çoxlarından üstünəm hissi yaranır. Və indi baxın, bu insan görəndə ki, mən bir heçəm, bu hiss gün ərzində çox gəlir axı ona. O gələndə onun içi aqressiyayla dolu olur. O aqressiyanı da axı kənarda olan bir insanlara, yəni ki, özgə bir insanlara necə heç nədən onu göstərsin, nəyə ilişsin, hansı bir tənqidi, təhqiri edə bilər. Məsəl üçün də onlar ondan qətiyyən asılı deyirlər, nə mənəvi, nə maddi. Ailə necədir? Yəni öz ən yaxın insanları ya duygusal olaraq bağlıdır ona, mənəvi, ya da ki, maddi, ya da hər ikisi. Düzdürmü? Yəni o insanların faktiki olaraq gedəcək yerləri yoxdur. O insanları hər gün görür deyə və onlar ondan asılıdırlar deyə onlara bax bu yığılmış aqressiyanı onların üstünə tökəcək. Bildinizmi? Yığılır gün ərzində. Mən bir heçəm fikri ilə bağlı çoxlu içində utanc hissi ilə onlar baş edə bilmirlər. Ona görə bastırırlar. Utanc hissi, yəni başqasına ötürürlər. Proyeksiyada bu öz yerinə utanır, öz varlığını bəyənmir. Narsist hər zaman deməli, narsistin utandığı nədir? Elədiklərindən heç vaxt utanmayacaq. Yəni hərəkətlərindən, davranışı utandırmır onu. Onu utandıran ümumi olan öz varlığıdır, vəziyyətidir, necə biridir. Bildiniz necə? Ondan utanır deyə və başqasına başlayır, ya təhqir edir, ya tənqid edir, nələrsə qadağa edir, ələ salır, alçaldır və bu cür o insanda o utanc hissini hələ bil atır sənin üstünə, sən götür. Mən buna dözə bilmirəm içimdə. Sən indi biraz utan öz yerinə. Bildinizmi necə? Yəni bu ən yaxın adamına eləyə bilər. Özgəyə bu necə? Yəni ki, təsəvvür edin, ümumiyyətlə narsist üçün ictimai qınaq çox önəmlidir. İctimai qınaqdan qorxan biridirlər. Yəni düzdür, insanlar arasında bir nə isə edə bilər xoşa gəlməyən nəsə, amma müəyyən bir həddi gözləyir hər zaman. Yəni ki, hər zaman çevrəyə, belə kənar insanlara da, qıraq-bucağa elə bir özünü nümayiş etdirəcək ki, çox düzgün insandır, yəni ki, yəni sosial olaraq bir yanlış bir görüntü yaradır. Olmayan bir, əslində belə bir, yəni alter ego da deyirlər. Düz alternativ bir egosu var və o egonu nümayiş etdirir hər kəsə. Hər kəsə, xüsusən də, yəni bu kənar bucaq qıraq insanlara nümayiş etdirir. Bildinizmi necə? Yəni düz insandır, çox necə deyim sizə? Düz insandır, çox ədalətlidir, hər şeyin yerini biləndir. Yəni ki, çalışacaq ki, ictimaiyyətdə insanlar içində
yad biganə içində özünü nədən göstərir yaxşı bir insan kimi? Axı onun dostu, tanışı falan var, onu cürəbəcür yerlərə çağırırlar, dəvət edirlər. Yəni bilirsiniz necə klassik narsistlərdən danışsaq əgər, pervers narsistdir, klassik narsistdir, onların hər zaman çevrələri böyük olur. Onlar ünsiyyətdə çox insanlarla olurlar. Çünki bir çox insan içində olmaq onu qidalandırır. Özünü mütləq ki, hansısa bir üstün tərəflərindən danışacaq, bir lovğalanacaq, ya lovğalanacaq, ya göpə basacaq, bir şeylər eləyəcək ki, özünü göstərəcək, ya maddi tərəfdən gücünü, ya fiziki gücünü, hər necəsə. Amma üstün olduğunu mütləq müəyyən insanlar içində onu göstərir. Yəni bunu daim edir. Onu göstərəndə hə insanların gözündə belə valeh olmaq hissini görəndə, hiss eləyəndə ki, hə buna fərqli baxırlar, nəinki onun yanındakı bir başqa insanlara. Bu da onu, yəni ki, narsistik resursdur onun üçün. Ümumiyyətlə narsistik resurs var, bir də sadistik resurs var. Yəni bir başqasına əzab verəndə, görəndə ki, məsələn də ondan maddi olaraq asılı və mənəvi olaraq asılı olan insanlar görür ki, onun üzündən əzab, əziyyət çəkirlər, məsələn ki, dərd çəkirlər, ağlayırlar, sızlayırlar, arıqlayırlar gün-gündən. Yəni ki, vəziyyətləri dəyişir, eləyir, düzdürmü? O bu sadistik resurs niyə ehtiyacı var? Çünki görür ki, bunun üzündən o insan dərd çəkir. Mənə görə o bu vəziyyətdədir. Mənə görə bu vəziyyətdədirsə, deməli mən doğrudan önəmliyəm və bu insan üçün önəmliyəm. Bu insan mənsiz yaşaya bilməz. Yəni mən ona maddi cəhətdən tutalım da təmin etməsəm, mən ona ara-sıra bir diqqət yetirməsəm, o hələ bir qeyb olmuş olacaq. Mənsiz o yoxdur. Mən varamsa o var. Yəni ki, istəyir ki, o insanları, yəni ən yaxın çevrəsini o vəziyyətə çatdırır ki, mən varamsa varsınız, mən yoxamsa yoxsuz. Tamamilə özündən asılı bir vəziyyətə salır. Müxtəlif cürəbəcür manipulyasiyalarla. Bu manipulyasiyalarda nədən edir? Burada psixoloji qoruma mexanizmları hər zaman var. Çünki alter ego, yəni ki, alternativ ego, saxta bir ego onu buna məcbur edir. Yəni ki, ümumiyyətlə narsist o egosuna hər zaman xidmət edir. Bu, yəni əsl normal öz təbii egosundan o, necə deyim sizə, uşaqlıqdan faktiki olaraq vazgeçmiş olur. Və ayaqda qalsın deyə, yəni ki, bir özünü qorusun deyə, yəni ailədə vəziyyət, durum, psixoloji atmosfer gərgin olur deyə, mütləq ki, narsistin ailəsində, böyüdüyü ailədə atmosfer gərgin olur. Mütləq ki, orada psixoloji şiddət, zorakılıq, ya da ki, hələ fiziki şiddət, hamısı bir yerdə də ola bilər. Düzdürmü? Yəni ki, o məcbur qalır uşaqlıqdan bu alter egonu, bu saxta egonu yaratsın. Onu yaratmış olmasaydı, yəni ki, o öz psixikasını qoruyur, o cür öz mənini qoruyur. İkinci faktor da odur ki, niyə narsist əzizlərinə, yaxın insanlarına pis davranır, heç də yaxşı davranmır. Çünki ümumiyyətlə empatiya hissi, duyğusal empatiya yoxdur. Niyə insanlar, baxın, niyə ailəsi ilə tutalım insan içinə çıxanda, haralarasa gedəndə, niyə insanlara nümayiş etdirir ki, güya onlara qarşı çox yaxşıdır, çox belə gözəl münasibət, bir-birlərinin aralarında belə dostluq var, anlayış var, nə bilim, nə var. Çünki burada o artıq koqnitiv empatiyasını işə salır. Koqnitiv empatiya var narsistdə. Koqnitiv empatiya nədir? Yəni ki, bilir ki, burada bunu nümayiş etdirməlidir. Yaxşı biri olduğunu, mərhəmətli olduğunu, qayğıkeş olduğunu, yaxşı valideyn olduğunu burada nümayiş etdirməlidir ki, çünki onun üçün ictimai qınaqdan çox qorxur. İctimai qınaq onun üçün nədir? Yəni o utanc hissi ilə üzbəüz qalmaq istəmir axı. Onu qınasalar, ailəsi elədir ki, ailəsi ürək eləmir onu qınasın aşkar. Qınayanda da belə də çox dolayı yollarla qınadıqlarını ona deyəcəklər. Aşkar desələr, yəni ki, narsist çox böyük belə bir skandal da yarada bilər. Aşkar desələr, narsist onlar bir çox şeylərdən məhrum edəcək, mütləq ki. Dolayı yolla, hansısa bir yolla sözlərini deyirlər. Amma ki, kənar insanlara, məsəl üçün, göstərsə ki, pis biriyəm mən,
Düzdürmü? Onu həmən qınayacaqlar, ona həmən məsəl üçün də kimsə üstünə gələcək ki, yəni ki, bu necə davranışdır, düzdürmü? Bunu eləmir, ona görə ki, utanc hissi ilə üzbəüz qalmasın. Utanc hissi ilə üzbəüz qalmasın deyə ona görə koqnitiv empatiya var. Yəni ağılla olan empatiya, yəni ki, ağlı ilə başa düşür ki, zehni ilə qavrayır ki, mən burada indi özümü elə aparmalıyam ki, mənim üçün pis biri deməsinlər, yaxşı biri desinlər. Ona görə ailəsindən kimsə onun haqqında kiməsə şikayət edən deyirlər ki, nə danışırsan, o elə gözəl bir insandır. Yəni bunu bütün psixoloqlar bilir, bunu artıq bir çox insanlar bilir də. Yəni ailədə bir başqadır, yaxın insanları ilə tam başqadır, amma biraz kənar qıraq insanlarla tamamilə başqa simada, başqa davranışda olur, tamamilə. Yəni ki, burada empatiya yoxsulluğu, duyğusal empatiyanın olmaması ondan irəli gəlir. Əslində özünə qarşı da, yəni bunu diqqətlə izləyəndə, narsistin müşahidə edəndə gündəlik həyatını görürsən ki, özünə qarşı da yetərincə orada duyğusal empatiya onsuz da yoxdur. Yəni bir insanın özünə olmadığı halda empatiya başqasına mümkün deyil olsun. Elə görünür ki, güya özünə qarşı çox həssasdır. Həssasdır nələrə? İnsanların tənqidinə, insanın onu ayıblamasına, insanların onu belə gülünc vəziyyətə qoymasına, buna çox həssasdır. Amma narsist məsəl üçün özünə qarşı tutalım da, yəni narsistlər, tutalım qadınlar, narsistlər nə qədər özlərinə tutalım həm əməliyyatlar da etdirəcəklər, görünüşləri gözəl olsun. Yəni ki, baxırsan ki, özünə düşkündür. Hə, düşkünlük var burada. Özünə istəyir gözəl görsəsən. Amma o biri tərəfdən axı özünə də necə deyim sizə sağlamlığına, sinirlərinə, psixikasını da bu barədə qorumur. Yəni ki, bu insan nə qədər əməliyyatlardan keçir, dəfələrlə əməliyyatlardan keçir. Nədir burada? Burada özünə qarşı sadizm var mütləq. Narkotika qurşananlar, içkiyə qurşanan narsistlər, qumar oyunlarına fərqi yoxdur. Bunun bir tərəfi nədir? Yəni bu narsistlərin həyatlarında bu zaman olur. Ya bir də görürsüz neçəsi bir arada bu asılılıqların olur və yaxud bir də görürsən həm bir müddət olmur. Ümumiyyətlə narsist necə biridir? Məhv olunmağa proqramlaşdırılmış bir bu ego var onlarda, o alter ego dediyimiz alternativ ego. O ego elədir ki, onları mütləq ki məhv olmağa doğru aparır. Yəni ki, burada necə deyim sizə, mənəvi anlamda insan məhv olur deyə, psixikada hər zaman gərgindir deyə, çünki daim özünü müqayisə edir, düzdürmü? Daim özü ilə bağlı bir utanc hissi var. Ona görə özünü bilirsiniz necə o ağır duyğulardan azad etmək üçün həm müxtəlif asılılıqlar da burada mümkündür. Asıllıq yoxdursa, tutalım aşırı dərəcədə idmanla məşğul olmaq, aşırı dərəcədə məsələn yenə də necə deyim sizə, bir özünə bir mənəvi olaraq müxtəlif xəsarətlər burada olacaq. Yəni ətrafındakı dostluqları hər zaman demək olar ki, saxta olacaq. Duygusal empatiyanın faktiki olaraq olmaması varsa da çox cüzidir. Bu bir faktordur. İkinci faktorda onlarda utanc hissi aşırı çoxdur deyə, utanc hissi azad etmək üçün özünü başqalarını utandırır. Bildinizmi necə? Özündə dözmür deyə hələ bir çıxardır öz içindən verir başqalarına, ailəsinə, yoldaşına, uşaqlarına, bildinizmi necə? Və onlardan ona görə hər zaman çox tələbkardır. Çünki özünə qarşı da tələbkarlığı var. Amma ki, yəni dözümsüzlüyü də var. O yaxın insanlarına, əzizlərinə bağıraraq, çığıraraq, alçaldaraq, nə bilim, müxtəlif qadağalar qoyaraq, yəni o hakimiyyət qurmuş olur axı. Ümumiyyətlə narsist üçün çox önəmlidir kontrol etmək, əzizləri, yaxınlarını bilirsiniz necə düşünür onlarla bağlı. Yəni ki, mən onları daim idarə edib kontrol etməliyəm ki, onlar məni utandıracaq heç vaxt heç yerdə heç nə etməsinlər. Məni utandıracaq bir şey etsələr, yəni ki, özünün bir parçası, bir hissəsi kimi görür. Necə özü ilə bağlı utanc hissindən qaçır? Ya əzizləri ilə də bağlı utanc hissini istəmir keçirməyə heç vaxt.
Bildinizmi necə? Gəlib desələr ki, sənin oğlun filan yerdə, nə bilim, filan işlərlə məşğuldur, nə bilim, evladın da, hə, kiminləsə bağlı ailəsindən, valideynləri də ola bilər hətta. Yəni ki, öz ən yaxın insanları ilə bağlı ona gəlib nə isə deməsindən o çox qorxur, ehtiyat eləyir. Bilirsə ki, tutalım narsist əgər onun evladı elə bir addım atacaq ki, daxilində bu tutalım utanır da, hə, evladım kimləsə evlənmək istəyir, o fikirləşir ki, yox, o insanlar evlənə bilməz, evlənsə mənim üçün bu bir biabırçılıqdır. Onda narsist nəyi seçəcək? Seçəcək onu ki, mən onda o evladımı silirəm. Qoy insanlar görsün ki, mən sildim o evladımı. Yəni utanc hissini keçirməsin deyə evladım kimləsə evlənəcək, mən utanıram. O utancı hiss etməsin deyə qoy fikirləşir ki, hamı görsün ki, mən onu sildim. Evladım da görsün ki, mən onu silirəm. Silirəm ona görə ki, çünki mən bu utancı hissini keçirmək istəmirəm. Evladım, həm də ki, bu evladıma axı onlar hər zaman bir cəza verirlər. Narsist nə edir? Mənim istədiyim kimi deyilsənsə, davranışın, görünüşün mənim istədiyim kimi deyilsə, onda səni cəzalandıracağam. Mütləq ki, nələrdənsə məhrum edəcək narsist. Və məhrum etmək ümumiyyətlə insanları nə zaman başlayır məhrum etməyə, hansısa bir insanları, nədənsə, o vaxt ki, haçan görür artıq asılıdır məndən. Asılı olduğundan sonra başlayır müxtəlif məhrumiyyətlər, orada məhrum etməklər, cəzalandırmaqlar. Elə bilirəm ki, yetərincə geniş oldu bu videoda. Elə bilirəm ki, aydınlıq gətirə bildim. O insanlar ki, kimlər ki, fikirləşirdilər, niyə mənə belə davranır, mən onun ailəsiyəm, ən yaxın insanıyam, niyə başqalarına çox gözəl davranır? Yəni, baxın, səbəblər bunlardır.